Gözəl dostlar, xoş gördük hər birinizi. TikTok pozmuşdu mən bu videomu o vaxtları. İndi görüm təkrar edə bilərəmmi? Deməli, bilirsiniz də yer kürəsi öz oxu ətrafında fırlanır, eləmi? Sonra bu dünyadırsa və dünyanın ətrafında da müəyyən belə bir hadisələr var, nə bilim şəxsiyyətlər var, kimlər var, sizin həyatınızda bunlar cərəyan edir. Əgər sən öz ruhundan, yəni sənin yer kürəsinin oxu varsa, sən də mini kainatsan və sənin oxun Allahın o sənə verdiyi ruhudur, ip. O ipdən deyir bərk yapışın. Əgər sən buradan yapışmısansa, bütün kainat, bütün varlıqlar hamısı sənin ətrafında fırlanır və sənin üçündür. Amma sən yox, buradan qopmusansa və zahirdə peyğəmbərlər, kitablar, imamlar, kimlərsə axtarsansa, sən onlardan yapışırsan. Bunlar da illüziya olduğu üçün nə baş verəcək? Bir gün yoxa çıxacaq və sən qalasan havada. Çünki sən öz ruhundan, öz Allahın sənə verdiyi ipdən yapışmamısan. O ruh ki, mələklərə dərs demişdi. Sənin o ruhun, o gözəl ruh, qadasını aldığın. Onu buraxdın, yəni yaradanı seçmədin, zehnivi seçdin. Bu da zehni məhsullardır, dünyadır, zahiri dünyadır. Bunlardan yapışdın və sonunda havada qaldın. Bu normal bir deyil. Nə özvə, nə də ruhuna qarşı yaxşı bir hal deyil, hörmətsizlikdir. Sən burada meçid də tikdirə bilərsən, müqəddəs işlər də görə bilərsən. Ruhun yoxdursa, bunlar boş şeylərdir, özü aldadırsan. Necə ki, göz qabağındadır. Zahirdən yapışanlar havada qaldı, ona buna yalvarırlar. Adlarında müqəddəslər deyiblər. Mən fərq eləmir, nəsə sonunda. İkinci bir problemin sənin, özvə qul deyirsən. Qul əşya deməkdir. Mükəmməl. Əşya nə deməkdir? Əşya odur ki, yəni tutamda sənin qələmdir. İndi bunu tullasam, kimsə mənə gəlib öldürməyəcək. Bunu sındırsam, buna görə mənə iş düşmür. Nə Allah, nə o birisi bir şey eləməyəcək, cəza verməyəcək. Mənim cəzam nə olacaq? Səbəb və nəticə. Bunu tullasam, mən burada yazmağa bir şey tapmayacam da, ruskasız qalacam. Və yaxud da telefonumu tullasam, sındırsam, telefonsuz qalacam. Yəni, bədəli o olacaq. Amma mənim minlərlə telefonum varsa, mən bir ay ərzində gündə bir dənəsini hədiyyə edə bilərəm, tullaya bilərəm, yenə də heç vezim olmayacaq, çünki telefondan çox telefon var. Məsəl üçün. Ya yaxud da özüm istehsal edirəm. Və o rejimdən çıxmaq lazımdır ki, qul və qurban rejimindən. Yəni, Allah nə qul yaradıb, nə də ki, qurban yaradıb. Yəni, onun nə qula ehtiyacı var, nə də qurbana. Belə bir şeylər yoxdur. Bunu sənin zehnin uydurub. Niyə? Çünki ruhundan ayrılanda qalırsın havada boşluqda və heç kim olursan, o zaman heç kimə də müəyyən yarlıqlar sırıyırlar. Maklerlər bilirlər. Necə manipulyasiya eləmək lazımdır. Sonunda, sən belə olanda nə baş verir? Kainatın qanunları ilə kim nə eləsə qarşısına çıxır. Nə bilim, pislik eləsən, pislik görəsən, yaxşılıq eləsən, yaxşılıq görəsən, bir sözlə qarşılığı var bunun. İndi götürürük bu qulları, tutalım da, 90-cı illərdə George Bush, Saddam Hüseyni adı ilə gəldi, nə qədər İraqlını qırdı orada. Atasına nə oldu onun? İndiyəsiz qocaldı, Balnisada öldü. Normal adamlar da qocalır, ölür. Peyğəmbərlər belə xəstə yatır, orada bir problem yoxdur. Oğlu da ondan sonra olan İraqda qalanları qırdı. Bir sözlə bütün o ərazidə olan nə varsa, hamısı milyonlarla insanı məhv edilər. Əvəzində nə oldu, nə qazandı onlar? Məsəl üçün də yer üzündə 2 milyard özünə qul deyən vardısa, yəni əşya vardısa, onun tutalım ki 500 milyonu qırıldı. Yerdə qaldı milyard yarım qul. Yəni o heç nə uduzmadı da, biraz azaltdı. Alaqları azaltdı. Nə bilim, evdə lazımsız əşyaları tulladı, biraz genişlətdi. Nəticəsi bu oldu onlar üçün. Onların heç birinə, o iki ata-balanın heç burnu da qanamadı. Keyflərindədirlər. Kainat onlara əvəzini verdi də. Siz razılıq verdiniz. Amma deyirlər, bir nəfəri öldürən, bütün kainatı öldürər, birin dilindən kainat dilindən. Yəni, söhbət xəlifədən gedir, quldan yox. Qul əşya statusundadır. Bunu bir dəfəli başa düşmək lazımdır. Allahın nə qula, nə də qurbana ehtiyacı yoxdur. Bunu da başa düşmək lazımdır.
Beləliklə bunlar nə idi burada bilmədim. Nəticə nə oldu burada? Sən bax bu rejimdən çıxmaq üçün nə etməlisən? Kim olduğunu xatırlamalısan. O da bizdə sənə kömək üçün hədiyyələrdədir. Bax bu YouTube ruhsal kodlar kanalında. Onun içində 60 dənə meditasiya var və o meditasiyaların içində sən axı xəlifəsən. Yaradan sana xəlifə yaradır. Mələklərə dərs keçmişsən və hər şeyi bilirsən. Həmin o burada xatırlayasan o kim olduğu və mələklərin nə öyrətdiyi ruh olanda burada sən öz taxtında otur. Gəl gör öz taxtında kimi oturtmusan, özü kimin ayaq altı tapmısan, kimi qurban eləmirsən. Onu o taxtdan düşürürsən, özün oturursan, taxta möhkəmlənirsən, özün olursan və bir sözlə də 60 dənə meditasiya polunu bəs edir ki, sən energetik olaraq yığılasan. Hətta bacarsan yaxşı meditasiya edə bilsən, kainat sənin energetik və fiziksal davamındır. Yəni sən uzaq bir məsafəyə əlini uzadıb əşyaları götürə bilərsən oradan. Tutamda deyirdi, o hədislərdə deyir, əlini uzatdı, dağdan bir qar götürdü Ərəbistanda. Halbuki qar da tutalım Himalaydadır. Yəni bu şeylər var. Hədiyyələrdə də sən çox şeylər elə bilərsən. Teleportasiyada, telekinezdə filan bu şeyləri. Əgər valih ola bilsən oradakı elmə. Bir sözlə özün olasın da. Yəni bundan yaxşı nə ola bilər? Öz həqiqi, ilahi kimliyinə qovuşasın. Belə. Bunun təlimi var. Deməli, aylığı 5 manat abunə. O da ki, pişiklərə filana yemək almaq üçündür. Xeyli pişiklər, itlər var küçədə, qonşuda, nə bilim, həyətdə. Sonra nə olacaq? Tamam, məsələn, 200 saya bitirəsən təlimi. 4-cü boyut kitabların hamısı 4 kitabdır. Bir dənə bu kitabdır, meditasiya kitabı. Sonra bir də 5-ci boyut. Yəni bunlar hamısı aylığı 5 manat və sizdə nə olacaq? Bunların PDF olacaq. Audio versiyası olacaq. Sonra podcast versiyası olacaq. Bir də istəsəz 5-ci, 4-cü boyut ruhsal musiqi qrupundan musiqilər olacaq. Və bir də meditasiyalar da öz yerində. Yəni taxtıva oturasan, özünə qovuşasan, ruhundan yapışmış olasan, daha xəyanətkar olmayasan ruhu var. Çünki zehnini seçəndə sən iblisə səs verirsən, zahiri dünya, ruhu seçəndə öz daxili həqiqətləri və DNK var, yəni yaradana özünə səs vermiş olasın və ruhuna xəyanət etməmiş olasın. Belə bir şans heç kəs sizə verməyəcək. Təşəkkür edirəm, var olasın. İstəyən olsa şəxsi yazsın, kömək eləyək. Amma normal adamlar yazsın, həqiqətən istəyənlər. Debillər yox. Bir də görsün, xahiş edirlər ki, bizi qrupa sal, pulumuz yoxdur, mən yaxşı 5 manat yoxdur, olanda verərsin. Sonra da başlayır, qrupa girir, başlayır da söz söyləməyə. Bu normal deyil də, qrupda insanlar var, normal adamlar var, siz niyə belə kobudluq eləyirsiniz? Nədir sənin təlimin onların zehnindəki fikirlərinə uyğun gəlmir. Bunlar belə də debildirlər. Sən onlar kimi düşünmürsənsə, deməli, onlardan deyilsən, düşmənsən. Sonra deyir ki, bu kitablar aldığında, bu təlimlər Neil Donald Walsh'ın Besides with Bogom'da belə bir kitab var. Tanrı ilə söhbət kitabındandır. YouTube'da 2 cildi var, audiosu. Bizdə hamısı var, Azərbaycancadır. Təşəkkür edirəm, var olasın.